Evet, şimdi Celalat, Şamağı'nda yaklaşık 200 yıl önce deprem olduğunda bu bölgeye yerleşen insanlar var. Zengin bir vatandaşımız da buralara işte evler yapmış, arsalar vermiş falan, sonra da kimseyi borçlandırmamış, böyle bir güzellik yapmış. Genel olarak yer evleri, müstakil evler, yeni binalar da var şehrin diğer tarafında. Ama genel olarak gene eskisi gibi, sağda da görüldüğü gibi Ruslardan kalma yapısal yapıları artık zaten biliyorsunuzdur. Blok şeklinde, çok büyük blok şeklinde, böyle benim hapishaneye benzettiğim şekilde evler. Genellikle bir artı birler ya da tek odalı mutfaklı yerler gibi, böyle. Nazlı nazlımsan hayatta bil. Çok değerli Karavanlar Sanat izleyicileri, yeni bir programa daha sizlerle birlikteyiz. Azerbaycan'dayız ama bu defa Bakü'de de değiliz, Sumqayıt'ta da değiliz. Cellabad'dayız. Buradaki dostlarımızla hem tanıştık, hem de şimdi muhabbeten tanışacağız. Bugünkü konuğumuz Mehoş Abdullah Bey. Hoş geldiniz. Hoş gördük Mahmud Hoca. Önceden size teşekkür edirik. Çok sağ olun ki o boyda Bakı'nın o merkezden gelip bizleri yada salmışsınız. Eyalette yaşayan yazıcı ve şairleri, yaratıcı adamları ışıklandırırsınız. Biz size Cellabad yazarları adından da öz teşekkürümüzü bildiririk. Çok sağ olun. Gelen evleriniz var olsun. Eyvallah, sağ olasınız. Değerli dostlar, daha önceki programlarımızda da hep bahsettim. Azerbaycan'ın edebiyatçıları, edebiyat yazarları çok e, fazla. Yani şöyle söyleyeyim, kendini geliştiren insan sayısı çok fazla. Yazar olarak şimdi herkes ben yazarım diyebilir ya da işte biraz fazla kitap okuyan insan birkaç satır yazdıktan sonra kendini yazar olarak da tanımlayabilir, ama bir de bu işin emektar boyutu var. Yani çok emek harcamak lazım. Benim Azerbaycan'da ki dostlarım, tanıştığım dostlarım ve daha ismini bana söyledikleri insanlarla ilgili yaptığım çalışmalar, araştırmalarda gördüğüm, öyle tek düze çalışmıyorlar. Çok çeşitli çalışıyorlar. Çok kitap okuyorlar, kendilerini çok geliştiriyorlar. Dolayısıyla kendileri kitaptan o kadar çok yararlanıyor ki artık siz okuduğunuz zaman bundan iyice faydalanabilirsiniz. Mehmoş Abdullah da onlardan biri. Sadece Azerbaycan'da ya da işte Celalat'ta değil, sınırları aşan bir insan. Şimdi ne demek istediğimi daha iyi anlayacaksınız. Öncelikle Mehmoş Abdullah kimdir? İzleyicilerimiz sizi tanısın. Teşekkür ederim Mahmud Hoca. Çok sağ olun bir daha. Mehmet Abdullah eyalette yaşayan ve eyalette büyüyen bir yazar. Pastovski'nin, Böyük Rusiyaçı Pastovski'nin bir yazıçılar hakkında bir fikir var. Deyir, yazıçılar məktəbi olmur. O bir məşğələ də deyil. Yazıcı vicdanının səsinə qulaq asıb yazan bir fərddir. Və o en gözəl bir söz deyir, kirli vicdanla yazıçılıq eləmək olmaz. Yazıçılıq müqəddəs sənətdir. Müqəddəsliyi ondadır ki, yazıcı minlərlə, yüz minlərlə, milyonlarla insanın fikrini ifadə edir. Ola bilsin ki, kimsə məndən daha çox dərd çəkir və məndən daha çox müşahidə qabiliyyəti var, amma yazıcı deyil. Onun fikirlərini mən ifadə edəndə, o öz fikirlərini, mənim fikrimdə tabanda və yazıcım budur deyir. Bax, mən də kiçik yaşlarından 74-cü ildən mən bu ədəbiyyata, o da ilk dəfə şeirlə gəlmişəm. 3-cü məktublar deyilir. Böyük Vətən müharibəsinə həsr etdiyim bir şeirdir. 3-cü məktublar. Ondan sonra yavaş-yavaş
yazmağa başladım. Yazdıqca da ağrılarım artdı. O yazısı ki içində ağrılar yaşaya bilir. O yazısı ki başqalarının dərdini duya bilir, özünküləşdirə bilir, demək o gələcəkdə yazıcı ola bilər. Çünki yazıçılıq əslində sıradan bir peşə deyil. O ağacdan düşən bir yarpağın da fikrini çəkməlidir. Mən indiyə qədər bu payız vaxtları görürsünüz, ağacdan yarpaqlar saralıb düşür. Mən heç vaxt ürək eləməmişəm ki, ayağımı o yarpağın üstünə qoyam. Mən o yarpaqları uşaq ölümünə bənzədirəm. Elə bir körpə ölümü. Yəni yazıçı həssaslığı, yazıçı müşahidəsi, intuasiyası budur. Və bir sıra çoxlu əsərlərim olub. Kənd həyatından, ailə məişət mövzusu, məhəbbət mövzusu və ən çox da bizim hamımızın, Türk dünyasının da bildiyi və bizim həmişə yanımızda olduğu Qarabağ. Oralara girmeden önce hani kendinizi tanıtın derken mesela yazıcılığa ne zaman başladınız böyle kaçıncı ilde? Ya da önce şiire başladınız. Bəli, ilk dəfə şeirdir. Şeirə 74-cü ildə, onda 6-cı sinifdə oxuyurdum. Bir üç Orta bəndli bir məktəbdə şeir. değerli Bəli. izleyiciler. O vaxt müharibə dövründə, yəni bizim müharibə deyil, Sovetlər Birliyi müharibəsi idi. O Afganistan. Yox, yox. Hangi muharebe? 1941-45-ci il 45'te. Böyük Vətən müharibəsi Evet, deyildi. evet. İkinci Dünya Savaşı. Bəli, biz Sovet dövründə yaşayan insanlar Evet. o vaxt evlərə kimin ki o müharibədə bir əzizi, qardaşı, kimsəsi ölürdü, evinə 300 məktub gəlirdi. 300 məktub, ona qara məktublar deyildi. 300 mektuplar. 3 gün. 3 gün. 3 gün. 3 gün. Məktub belə olmurdu. Sadəcə elə bir ki, kapanmış 3 gün olurdu. O məktubun elə Üçgen anlamında. Bəli. O məktubu elə kimsə görəndə bilirdi ki, onun əzizi dünyasını değişir. Evet. Bax, mən elə ilk dəfə mənim o daim də rəhmətə getmişdi orada. Bax, ona məktub gəlmişdi, o mənim yadımda qalmışdı. Anam onu sandıqda saxlayırdı və ona görə mən o üçün ilk dəfə yazdığım şeir 300 məktublarıdır. Ondan sonra keçmişəm şeirdən nəsrə, ədəbi. Bizdə bir şair vardı, Allah rəhmət eləsin onu, adını çəkmək elə biləm savab olar. Abbasəli Azərtürk idi. O məclis keçirirdi, şairləri yığırdı, söhbət edirdi, şeir oxuyurdu. Mən də durub bir dəfə şeir oxuyanda elə baxdı, çox istedadlı şair idi. Dedi, mənə bir zarafat elədi, yaşlı. Dedi, Meyxoş xan, sən bundan sonra şeir yazma. Dedim, niyə? Dedi, sənin şeirlərin kətçifason. Kətçifason yazırsan, sənin dilin nəsrə yaxındır. Şeir konkretliyi, lakonikliyi sevir. Səndə geniş diapozon var. Sənin ürəyin biraz genişdir. Ona görə keç nəsrə. Bax, elə ondan sonra başladım yazmağa. İlk hekayələrimi yazdım. Yaxşı da uğur qazandı. Yaxşı da yayıldı. Və sonradan başladım. İndi hal-hazırda 10 kitabım var. Nəsr kitabları. Nəsr hangisi bir göstərelim? Bax, o kitablardan bax, mən sizə deyim. Əsr Qadın kitabıdır. Evet, değerli izleyiciler, nesirler. Sonra həmin kitab Rusçada çıxıb. Bu da Rusçada neşredilen, yayınlanan aynı eser. Eserler. Sonra Qapısı Gecə Döyülən Qadındır, hekayələr kitabıdır. Burada kapısı gece dövülen kadınlar derken şeyi mi kastediyoruz gene? Şehitleri mi kastediyoruz? Yox. Ne var hikayelerde burada? Mesela? Burada sadəcə olaraq bir necə deyim, bir həyat qadını təsəvvür olunur. Sadəcə olaraq o həyat qadını dünya çərçivəsində çıxa biləsin. Necə? Məsələn, bir nəfərin anası bəlkə xəstə olur ölüm ayağında. Bu dostlarını arayır. Gedir qapını deyir ki, bəs mənim anam xəstədir, mənə kömək lazımdır, deyir ki, mənim köməyim yoxdur. O biri dostuna deyir, bu biri dostuna deyir. Onun yaşadığı binada bir həyat qadını yaşayır. Bu nə əlac qalıb, anasına olan sevgisi, məhəbbəti məcbur edir ki, gedir onun qapısını döyür. O çıxır, deyir ki, nə istəyirsiniz? Deyir ki, bəs mənim anam xəstədir, mənə yardım lazımdır belə. O yardım edir.
Və mən bununla demək istəyirəm ki, həyatda Allahın yaratdığı bir vec insan yoxdur. Sadəcə olaraq hər kəsin bir məqamı var. Doğru. Gərək o insanı sən axtarıb tapasan. İnsanlar bir yaxşını aparıb tapsın. Amma çox faydasızdır ki, indi çox vaxt biz yaxşının üstünü kapatırıq, yaxşının üstünə ayaq basırıq, yaxşını özümüzdə kənarlaşdırırıq və özümüz də o çətinliyi yaşayırıq. Bax, mən onda bildim ki, həyatda Allahın yaratdığı hər kəsin bir xidməti var. Və o qadın kömək edəndən sonra onun anası da sağalır, və gəlir minnətdarlığını da bildirir ki, bax belə. Bu bakış açısı değerli izleyiciler. Hatırlarsanız ben Saranoklar şiirinden de bahsettim. Ot deyip geçmemek lazım gibi. Tabi burada bir insandan bahsediliyor. Büyük ihtimalle hikaye çok acıklı bir hikaye değil mi? Evet. Acıklı. Bu kitapları da temin edin ve okuyun. Evet. Rusça'da nasıl durumlar? Bu Əsr Qadın kitabı 3 il erməni əsirliyində yaşamış Səidə adlı bir xanımın başına gələn, Azərbaycanlı qadının başına gələn müthiş hadisələrdir. Evet. Və onu orada bir erməni zabitinin həyat yoldaşı olan bir Valya adında bir qadın saxlayır. Və onu Rusiyaya gətirir. Mən gedib o qadını, o Səidəni Rusiyada tapmışam. Tapdım, gördüm acınacaqlı bir vəziyyətdə filan yaşayır. Onda bizim torpaqlar işğal altındaydı. Bu qadına təklif olundu ki, gedək Azərbaycana. Bu qəbul etmədi. Dedi ki, mənim kimi orada yüzlərlə, minlərlə qadınlar var. Erməni əsirliyindən xilas olun qadınlar. Mən burada yaşaya bilmərəm. Nə vaxt o torpağımız işğaldan azad olar? Mən o zaman gələrəm. İkinci dəfə gedəndə artıq o dünyasını dəyişmişdi o qadın. Bax, ona görə o Rusya təəssüb olmadı. Bu olayı Rusya'ya gidip Rusya'da canlı olarak yazdı. Bəli, canlı olarak yazdı. Evet, çok güzel. Değerli izleyiciler, bu Esir Kadın kitabını bazı arkadaşlarımdan duyduğum kadarıyla gerçekten de çok acıklı hikayeler var. Tabii hepsi gerçek hayattan alınma hikayeler değil mi? Bəli. Hətta hocam, böyle məqam düşmüşsən deyim, yəqin ki, Türkiye mətbuatı haqqında, Türkiye yazarlarında sualınız olacaq. Amma bu qadın, əsir qadından söhbət düşürsə, mənim orada bir dəyərli dostum var, Eminə Sevinç Oxuzoğlu. Əvvəllər o şeir yazırdı, publisiya ilə məşğuldur. İndi görürəm ki, son vaxtlar bu müğənni kimi, elə bil ki, çıxış edir, sənət bilicisidir. O vaxt Azərbaycana gəlmişdi, bu kitabı verdim ona. Bu kitab Türkiyədə də çapıldı. Amma çox heyif ki, mənim əlimə gəlib çapmayıb. Bu kitab Türkiyədə çap olunub. O vaxt yazmışdı, Ata Yurt Azərbaycanda bir usta qələm Beyxoş Abdullah. Əminə Sevinç Oxuzoğlu'nun, bax bəlkə də indi kanala baxsa görər. Burada bir Türkiye'den yazarımız Beyxoş Abdullah'ın Esir Kadın kitabını yorumlamış. Evet, çok güzel, ona da teşekkür ediyoruz. Tabii bu kitap neşr olmuş Türkiye'de. Evet, Türkiye'de ama senin eline geçmedi. Əhəlik mənim əlimə keçmir. İnşallah siz gidersiniz Türkiye'ye. İnşallah. Orada söyleşiler yaparsınız. Şimdi siz yani Azerbaycan'ın dışında da kitaplarınız neşr oldu değil mi? Nerelerde neşr oldu? Mesela şurada Rusya dedik. Rusya'da neşr oldu. Bax, bu başka? Azərbaycanda belə bir misal var. Yazıçılar arasında deyilir ki, Reyhan xanım da oturub burada, bizim dostumuz, yəqin ki, təsdiq elərlər bizim dostlarımız. Deyirlər ki, Azərbaycan ədəbiyyatı son vaxtlar bizdə Biləcəri var, qatar yoludur. Biləcəridən o tərəfə keçmir. Keçmir. Amma bu o qədər də belə deyil. Xaricdə çoxlu çap olunan, tərcümə olunan bizim yazarlarımız var, dostlarımız var. Və o cümlədən Allahın böyük lütfi sayəsində mənim də xaricdə dostlarım var. Bax, elə birinci başlayan bunu Misirli böyük elm adamıdır. Əşrəf Abolidir. Yəni, o haradasa bir 20-dən çox universitetdən təxili doktorudur. O bir dəfə sosial şəbəkədə mənim hekayələrimi istədi. Mən ona hekayə göndərdim. Bəyəndi və öz hesabına, özü də tərcümə elədi və ərəb dünyasında mənim bu
hekayələr kitabım. Mısırda? Bəli, bir Misirdə 6-cı mərtəbəm kitabım çap olundu və orada çox yayımladı bu. Hətta mənə yazmışdı ki, Misir xalqı müəyyən o dairə ziyalı var ki, səni yaxşı tanıyırlar, sənin hekayələri sevirlər. Hətta onun ailəsi, həyat yoldaşı mənə bir məktub yazmışdı. Orada bir 6-cı mərtəbə hekayəsi var. Uşağın anası ölür, belə ona təsir eləmişdi. Demişdi ki, məni çox kövrəltdin sən. Məni çox kövrəltdin, təşəkkürüm bildirirdi mənə. Və belə bu kitabı da çap elədi, mənə də göndərdi. Hələlik özündən görüşməmişik, amma söz verir ki, inşallah dəvət edəcək məni. İnşallah orada da bir tedbir yaparsınız inşallah. Söyleşiler yaparsınız. Oradaki okuyucularla da İnşallah. güzel anlatırsınız. Bu kitaptaki hikayeler Azerbaycan'da da yayınlanan hikayeler. Bəli, Azərbaycanda da yayınlandı. Yayınlandı. Yəni, Bunun içinde mevzular nelerdir? Bunun içində mövzular elə 6-cı mərtəbədir, sonra Qarabağımızı əks edən son qrup Bumbaradır, sonra Tarix müəllimin etirafıdır, 5-6 hekə, bir dənə də bir-iki dənə bir məhəbbət mövzusunda olan bir hekayələrdir. Sevgili mənim hekayəmdir, nə bilim, bir neçə hekayələr var ki, 12 hekayədən ibarətdir. 12 hikaye Arapçaya çevrilerek Mısır'da yayınlandı değerli dinleyiciler. Başka? Başqa bu da Alagöz Türkmen, bəli, Alagöz bayaq dedim sizə bir atın talihidir. Demək ki, Qarabağda itkin düşmüş bir at, İranda tapılır. Demək, erməni bu atı Kəlbəzərdən aparır, yaraşıqlı at olur, cıdır at olur, aparır İranda bir dostuna satır belə. Bu da Türkmenistan'da çap oldu. Türkmen dostum Oras Muradov'un gözəl insandır, həm şair, həm tərcüməsi Oras Muradov. Yeni Nəsil jurnalı var onlarda, həmin jurnalın redaktorudur. Bakıya gelmişti, Bakıda da biz görüştük, çok güzel kalemi var. Evet, maşallah Hoş Bey bayağı hızlı ve güzel konuşuyor. Çayı da kaldı orada. Bir yudum çay alın. Ben de çayımı tazeleyeyim. Evet. Bizim programımızda böyle konuşuyoruz ama çay muhabbeti de olmazsa olmaz. O kadar şirin danışık gelir ki çay unutulur. Çay unutulur. Mahmut Hoca bir de Evet. burada benim İranda Səhra Raziye adında bir qələm dostum var. Evet. O da bak bu Alagöz hikayesinin, Alagöz hikayesini tercüme edip Farsça, bak o şəkli də burada var. Bu da İranda nəşr oldu. Bu da Farsça, İran'da neşr var. Maşallah. Sonra bir dənə də bir romanım var. Dəlixanadan gələn sevgi məktublarıdır. Bir kızın talihidir. O da bak İranda çap olunan. İran sizi bayağı güzel tanıyor o zaman artık. Ama bilmirəm necə tanıyıram. Ya kısmet olmadı gitmek. Yox, bir dəfə olmuşam. Bir dəfə olmuşam, Ərdəbildə olmuşam. Yəqin ki, inşallah bu yollar açılanda yenə gedəm. Tabii değerli izleyiciler, karayoluyla gidiş yok Azerbaycan'ın dışına. Yani buradan Celalabad az önce de söylediğim gibi aslında sınırlardan çok rahat geçilebilecek düzeyde kapılar var ama Azerbaycan'dan dışarıya, dışarıdan da Azerbaycan sadece uçakla gidiş geliş yapılabiliyor. 5-6 yıl önceydi yanlış hatırlamıyorsam karayolu vardı. Hatta Tiflis üzerinden gelinebiliyordu Gürcistan'dan. Hazar Denizi'nden de feribotla Kazakistan'a geçilebiliyordu ama bir süredir yok. Maymuş Bey de inşallah açılır da biz de rahat rahat karayoluyla. Çünkü daha yakın buradan. Şimdi Celalabad'dan buradan İran'a geçmek daha pratikken oraya gidebilmek için ne yapması lazım? Bakü'ye gidip uçağa binip uçaktan İran'a geçmesi gerekiyor. Bu da tabii zahmetli iş, masraflı iş. İnşallah olur o da. İnşallah. Şimdi siz Celalabad'da neler yapıyorsunuz kültür, sanat için, edebiyat için? Çalışmalarınız nasıl? Mahmut Hoca, bizim Cəlilabad cəmiyyəti ədəbi ümumi çox genişdir.
Vaqif Yusifli var, bilmirəm adını eşitməmisiniz. Professordur. Bu ədəbi tənqid sahəsində çox böyük nailiyyəti var. Cəlilabad ədəbi mühitin haqqında yazanda deyib ki, Cəlilabad şeir sənət ocağıdır. Cəlilabad. Mən sizə deyim ki, 40-a yaxın bizim Yazıçılar Birliyinin üzvü var. Yazıçılar Birliyinin üzvü. Yəni başa anar, məlum olmalı. Bayağı var. Bizdə elə gün olmasın ki, o tədbirlər, hansısa bir yığıncaqlar keçirilməsin. Müxtəlif sənət adamları var. Onlar yazarları toplayırlar. Bizim adın çəkmək bu insanlar da bilir. Bizim bir başkanımız var burada. İcra başçısıdır, Rafik müəllim. İnanın ki, bu şeirə, sənətə çox böyük hörmət qoyan, ədəbiyyatı sevən bir insandır. Hətta böyük bir zal var, mərhum Heydər Əliyev adına zaldır. Onu elə bu yazarların ixtiyarına demək olar verib. Biz orada tədbirlər keçiririk. Mən özüm ixtisatçıyam. Kənd Təsərrüfatı İdarəsi var, ixtisatçıyam. İndi bir ilim qalıb təqaüdə getməyə. İndi inşallah o bir ildə yola verim. Və bütün işlərimi saxlamışam, möhkəm çalışmağa, o təqaüddə əməkli olan vaxtımda bir neçə layihəm var, inşallah onu yerinə yetirirəm. Yenə deyirəm, Cəlilabad ədəbi mühiti çox güclüdür, hətta çox yazarlarımız var. İnşallah qismət olar, bu dəfə biraz vaxt məhdudiyyəti oldu, bir dəfə yolumuz bu tərəfə düşəndə, yəqin ki, hamısını görüşəcəyik. İnşallah, bizim yolumuz Azərbaycana sık düşüyor. Ben seviyorum buraları. Hatta geçen yıl diyoruz ya 25 bir hafta önce havaalanından Ankara'dan çıkarken yazdım. Dedim ki yılbaşına ikinci memleketime gidiyorum diye yazdım. Buraları seviyoruz. Buradaki dostlarımızı da çok seviyoruz. Cəlilabad'da geçmişten çok hatırı sayılır şairleri, yazarları kimler var? Mefta olmuş. Bizim ustadlarımız olur. Mir Yusif Ağa bizim əvvəl mən onu gözlə görməmişəm, ən böyük şairimiz olub. Ondan sonra gəlir Misir Alarlı olub, Abbas Ağa Azərtürk olub, Böyüşxan Bağırov, Qasid Narlıoğlu. Bax, belə bizim ustadlarımız olub. Çox heyf ki, onlar indi həyatda yoxdurlar, dünyalarını dəyişirlər. Allah onların dünyaları rəhmət eləsin, o dünyaları versin. Yəni, onlar bizə göstəriş verən, bizə əsərlərimizə baxıb tənqidi fikirlərin deyən insanlar olub. Biz bəzən, Mahmud Hocam, bizdə qəzet vardı, Yeni Gün qəzeti. Biz yazıb göndərərdik ora. 6 aylarla, 1 illərlə onu gözlədik ki, nə vaxt çıxacaq. Amma indi o qədər texnika inkişaf edib ki, bir də görürsən, səhər tanımadığım bir adam kitabı ilə çıxır, bəs bu mənim kitabımdır, gəlmişəm, özü heç kəsi bəyənmirlər, mən belə yazıram falan, Allah hamısına xeyirli yol açsın. Ancaq ustadı yada salmaq, böyüklərdən, istedadlardan bəhrələnmək. Bəli, kimsə onu bacarırsa, o gələcəkdə ən güclü, ən iyi yazar olur. Kimsə bəyənmirsə, o sabun köpüyü deyirlər, birdən qalxır və bir anda da uçub gedir. Bax, elə olur. Evet, değerli izleyiciler, siz de bu konuşmayı yakından anladınız. Bir de çevrenizde de bu tür insanların varlığını görmüşsünüzdür. Özellikle edebiyat çevresinde. Bunu küçümsemek için söylüyorum. Öyle mütevazi de olacak değiliz. 2 gün bir öyle 2 satır bir şey okuyarak sonra da gidip matbaaya parasını basıp bir kitap bastırarak o yazar olmaz, yazıcı olmaz, şair olmaz. Onun için ustadlardan oturup kalkmak lazım, yemek içmek lazım, onların sohbetlerinde bulunmak lazım. Fikir alışverişinde bulunmak lazım, düşünmek lazım. Büyüklerin sözünü dinlemek lazım. Onların açtığı yolda yürümek lazım. Ondan sonra tevazu içerisinde çok kitap okuyup, çok üstadları dinleyip, çok böyle meşk sofralarında bulunmak, bilgi edineceğiniz yerlerde bulunup, ondan sonra
ustaların evet senin yazın güzel, senin şiirin güzel dedikten sonra meydana çıkmak gerekir. Her yerde olduğu gibi bu teknoloji gelişmelerden sonra işte Facebook yazarlarından tut, işte Twitter bilmem nesinden tut, bu tür kalitesi çok olmayan maalesef insanlar türüyor. Ha bunlar ayakta kalır mı? Kalmaz tabii ki. Her zaman için ustalar kalır. Ustaların sözünü dinleyenler kalır. Evet. Şimdi bir de sizin şöyle bir kendisi minik ama içi büyük bir kitabınız var. Saçlarından asılan kız diye. Bununla ilgili de bir şeyler anlatmak isterseniz buyurun. Bəli, Mahmud hocam. Bu kitab benim bir dostlarım var. Əsli Gürcüstanlıdır, Gibi Pasadaşvili. O bir Azərbaycan xanımı ilə evlənib, Xatirə xanımdır. Təsəvvür edin ki, bu Xatirə xanım, bu kitab o Xatirə xanımın yuxusuna yazılır. Xatirə xanım gənc olanda yuxuda görüb ki, bu yeniyetməlik çağında da bu ərə gedən vaxtında bir divə ərə gedib. Div bunu qaçırır. Div də ki, bizim bu nağıllarda, sizdə bilmirəm necədir, bizdə div. Evet. Bu buynuzlu, təpəgöz deyilir. Ona ərə gedib. Bunun da həyat yoldaşı Gibi, eynən o divə oxşayır. Biz ona incimir, təxəllüsün ağ div qoymuşuq. Bax, eynən bu kitabın üzərindəki şəkil həmin o adamdır, o ərə gedib. Mən də onun yuxusunu yazdım. Doğrudan da çox belə sevindilər. Həm Rusca tərcümə olunub, həm Azərbaycanda da, həm də Gürcüstanda nəşr olunub bu kitab. Bax, Rusca da Azərbaycanda o kitab olardan. Şurası baş tarafında Azerbaycan Türkçesi var. Burada da Rusçasından devam ediyor. Ama Gürcü dilinde de ayrıca çıxıb, inşallah onu da verəcəklər. Bax, o kitab onun bəsidir. Bir də ki, o yeri düşmüşkən, mənim o, siz də tanıdınız Mahmud Hoca, Mehmet Nuri Parmaksız, Bakıda bir neçə dəfə biz... İlim ve Edebiyat Eserleri Sahipleri Meslek Birliği Başkanımızdır. Türk dünyasına da ve Türk Cumhuriyetleri ya da Türkçe konuşan ülkelerden ya da işte Arnavutluk'ta dahil kitap bağışları yapıyor İlesam adına. Çok çalışkan bir başkanımızdır. Kendisine buradan da selamlarımızı iletiyoruz. Salam deyin. Onun hakkında, onunla Bakıda biz görüşmüşük. Onun hakkında, onun bir şiiri var. Kelebek Ömrü. Evet, onun ömrü. Yani, bak, ben onu Azərbaycanda tərcümə eləmişəm. Onun hakkında məqalə yazmışam. Bax, həmindir. Bir də ki, sizdə bir kino bilicisi olur. Zeynəb Özbakı. Bax, mənim bir Alagöz Bəyəkləri filmi kitabı dedim. Ona bir film layihəsidir. Berlində, bax, buradan yazılır ki, Berlin Kino Festivalının tərəfindən qəbul olunmuşdu senari. Sadece olarak pandemiya dövrüne düştüğüne göre biraz yubandı. Şey yapılamadı mı? Vizyona girmedi. Hani girmeyeyim ama iş gelir üstündeki. Olacak inşallah. Bəli, olacak. Bu Alagöz'de tabii bizim şeyden kaynaklı değil mi? Bəli. Bu buradaki kitaptan bir atın talihi. Atın tarihinden bahsediyor. Yani esaret sadece insana değil, bu ata da daim. Mahmud Hocam, mən elə bilirəm ki, bu ildə çox gözəl ildə at ilidir. At ili. At da muraddır. Mən elə bilirəm ki, bu illəri neçə ildir, 3-4 ildir o film çəkilmir. Elə bilirəm ki, bu il at ilində Allah qoysa bu Alagöz filmi çəkilər. Bana da buraya geldiğimde değerli izleyiciler, önümüzdeki yani 2026'nın at yılı olduğu söylenip benim de işlerimin rast gideceği söylendi. İnşallah öyle olacak diye bekliyoruz. Şimdi sizin roman ve hikaye yazma serüveninizde gelecek için, yarınlar için projeleriniz nelerdir? Yaradıcı insan belədir ki, bilirsiniz, o bu yola ki qədəm qoyur, yazır. Onun həmişə bizdə ona bir söz bağajı deyirlər. Bax, o
Mənim özümdə də hardasa ehtiyata bir 3-4 romanım bu dəqiqə çapını gözləyir. Biri qələbəmiz haqqındadır. 2 dənə də demək tərcümə olunmuş hekayələrimdir. Onları çap eləmək istəyirəm. İnşallah yenə deyirəm, mən bilirsiniz biraz problem nədir? Gərək açıq deyək. Həm maddi cəhətdən problemimiz olur. Maddi də belədir ki, kitabı yazdın ki, gərək onu çap eləyəsən, nəşr eləyəsən. İnşallah. Ona da ki, biraz maddi cəhətdən imkan yoxdur. Bir də ən böyük problemimiz oxucu problemidir. Değil mi? Bu günlər oxucular, o oxucular yoxdur. Məsələn, mənim evimdə hardasa 2500-ə qədər kitab var. Valideynlərim mənə 1 manat para pul verirdilər ki, bunu xərclə özünə, mən onu kitaba verərdim. Kitap sevgisi böyle. Amma indi uşağa, hardasa məktəbli uşağa sən bir 10 kitabın pulunu verirsən, gedib özünə ya satsın, Kafede kahve içiyor. kahve içir, ya saçın jeli vurur, ya nə vurursa, onu kitaba verin. Yəni, oxucu qıtlığı var indi. Oxucu, bilirsiniz, biz yazısını yazdıran oxucudur. Doğru. Bir kəlam var, deyir ki, o yazısı güclü yazısı olur ki, həmişə yazı yazanda boynunun ardında oxucunun nəfəsini duysun. Və bilsin ki, bu yazdığımı oxucu oxuyacaq. Biz o vaxtlar yazanda, bax, belə bizim yazımızı götürüb kənara qoyardılar ki, get bunun üstə bir də işlə. Bir də işlə. Biz ona görə müəyyən qədər demirəm tam, sadəcə olaraq müəyyən qədər yer tutmağımıza səbəb o tənqidi fikirlər oldu. İndi ədəbiyyatda böyükdən kiçiyə heç kəs tənqidi qəbul eləmir. Götürürsən, yazırsan, məsələn, cavan uşaqdır, 20 yaşı var, təzə kitabı çıxır, yazırsan ki, bax, Cəbrail müəllim, bizim həm ədəbiyyat müəllim, həm dilçidir, filosofdur, çox gözəl qələmi var. Məsələn, bir irad tutursan ki, sən bunu düzəlt. Nə desə yaxşı? Dedi, sən get elə öz əsərlərinə bax, sonra mənim gəlir. Bax, belə qalırsan ki, məsələn, fikir versən ki, bax, o dövr deyil. Ona görə də indi az-az güclü ədəbiyyat yetişmir, güclü əsərlərimiz yoxdur. Kalite sürekli düşüyor. Düşür, bəli, düşür. En son Rusya'ya ne zaman gittiniz? Elə Rusiyada axırıncı dəfə Şunun için soruyorum. Şimdi Türkiye'de de biz okuyucu az diyoruz, okuyucu yetişmiyor diyoruz. Genellikle Rus toplumunun çok okuduğu, kitap okuduğu bilinir. Şimdi de öyle mi? Onu merak ettim. Yani bu sıralarda da böyle son 10 yılda mesela orada da gençler kitap Gənclər okumuyor. oxumasa da indi bilirsiniz, bu yaşlı nəsil bütün adətlər, elə Türkiyədə də görürük. Köyə gedirlər, o jurnalistlər çəkirlər, görürük, orada mat saxlayırlar, çörək pişirirlər, yaşmaqlı, hədlə bəlkə, gəlirsən şəhərə artıq o yaylığı atırlar, nə bilim, restoranda çörək yemək, kafedə çörək yemək, orada. Məsələn, köy məmləkətin elə bir daşıyıcısıdır, mənəvi daşıyıcısıdır. Rusiyada da o yaşlı nəsil oxuyur, bizim indi də. Bax, mən hər gün bir dənə, deyək ki, bir hekayəni deyək, bir şeiri oxumayan, yatanda mənim yuxum gəlir. O mənə, sən o, haradasa Facebook səhifəsindən oxumaq, internetdən oxumaq adamı yorur. Elə bil ki, fərqi nədir? Elə bir təbii bir güldür, qoymuşsan, onu izləyirsən, nə qədər qəşəng yeyisi gəlir. Bir də var ki, adamın başına bir əleyh qaz keçirərlər. Əleyh qaz bilirsə nədir? O dumanlı havada zəhərlənən bax adam başına bir şey. Bax, onunla gül istəyəndə necə olar? Gülün hissi gəlməz zaten. Bax, indi elə bil ki, bütün o gənclik hamısı əleyh qaz başında məsələn gül istəyir, yemək yiyir, o təbiilik yavaş-yavaş aradan çıxır. O zaman bütün dünyada bu teknoloji, telefon, tabletler, bilgisayarlar geliştikçe kitabın bu kağıt kokusunu gençler almaz oldu. Amma gəncliyimizdə bu qədər qınanmaq olmaz. Məsələn, mən gəncliyi niyə qədər sevirəm? 44 günlük müharibədə o gənclik bizə o qələbəni qazandırdı. Evet. Bax, buna görə mən o gəncliyə həmişə təşəkkür edirəm ki, bax, elə qəhrəman gəncliyimiz var bizim. Evet, değerli izleyiciler, az önce yani programın başında da şey yapmıştınız, izlemiştiniz. Celalubat'ın şehir dışındaki girişinden merkeze kadar direklerde, elektrik direklerinde sağlı sollu şehitlerin resimlerini görmüştünüz.
Celalavad'da çok fazla şehit var. Tabii ben sayıyı bilmiyordum ama tabii sayıyla alakalı değil bu. 200'den artık, 200'den artık şehidimiz var. Evet, çok fazla şehitler var. Şehitler sayı olarak biz tabii değerlendirmiyoruz. Her biri bütün vatan demek. Yani onlar bir sayı değil hepimiz için. Dediği gibi gençler belki kitap az okuyor ama biraz da herhalde iş kaygıları, hayat çok hızlı akmaya başladı teknolojiden dolayı. Biraz da ona da vermek lazım. Ayıplamıyorum dedi. Doğru söylüyor. Anlayış göstermek de gerekiyor ama biz gene de gençlere ne tavsiye edelim? Gençlere tövsiye ederdi ki biraz baxın, kitab əslində mənəvi tərbiyyət etməkdir. Adam ki bu kitabı açır, bir rahatlıq tapır. Evet. Bir göz oxşur, gözün dinciliyi olur. Biraz o pis vərdişlərdən çəkinirsən. Gəncliyimiz gözəldir, gənclik yaxşıdır. Ancaq o gəncliyi yaxşı, gözəl işlərə sərf etmək daha gözəldir. Və gəncliyimizə də tövsiyəm budur ki, bax o enerjini, o gözəl yaşayışı, məsələn, yaxşı işlərə, böyük, kiçik yeri bilməyə, deyək ki, yaşlıları hörmətləməyə, vətəni sevməyə, kitab oxumağa, mənim məsələlərlə məşğul olmağa çalışıram və tövsiyə edirəm. Evet. İnşallah gençler bu hayat kavgası içerisinde boş buldukları her dakikayı, her saati şey yaparlar, biraz kitap okumaya ayırırlar diye söyleyelim. Temennimiz o olsun, duamız o olsun. Peki Türkiye'ye en son ne zaman gittiniz? Ya da Amma söz deyəcəm, gülməyəsiniz. Mən nə qədər Türkiyədə olmamışam. var. Mən dəvət eləyiblər, uşaqlar dəvət eləyib, ya işlər bağlı, nəsə olmamışam, amma fikirlərim var. Bax, Əminə Sevinç Oxusoğlu bir dəfə zarafat elədim. Dedim, Əminə xanım, zəng etdim. Dedi, buyurun, o mənim xatirimi çox istəyir. Kaş o bu verilişi o baxsın. Mən ona zəng vurub deyəcəm. Hasan yayınlarla da o baxar bu verilişə. Dedi ki, bəs haradan zəng vursan? Dedim, Ankara'dan. O qədər sevindi ki, dedi, el orada dur, mən gəlirəm. Dedim ki, bəs mən bilməzdim, türklər şakanı sevir, ancaq bu cür zarafatı o qəbul eləmədi. Dedi, sən bildin, mən sizdən necə qırıldım. Mən o qədər sevindim ki, sən gəlirsən, amma belə, mənim də dedi, belə zarafatı, sənin yolunu gözləyirik və bir dəfə doğrult bu zarafatı gəl. Türkiyəni çox sevirəm, doğrudan da türklər, bilirəm, o sonda bəlkə də o sualı verdiniz, qoy mən qabaqlayım. Türk milləti, biz türk millətiyik. Biz türklər ən çox özlərin bizə dost kimi, qardaş kimi, bax bu müharibə zamanı, bizim 44 günlük savaşda özləri göstərdilər, yanımızda oldular, dəstək verdilər. Bizim o itirilmiş torpaqların qaytarılmasında bunu prezidentimiz də etiraf elədi. Sayın Erdoğan etiraf elədi ki, bəli, biz birgə olduq. Bu Türk dünyası bu möhtəşəmliyinə mən vurğulam, bir yazar kimi. Və sevinirəm ki, nə yaxşı ki, mən qalib bir dövlətin vətəndaşıyam. O boyda Türk bir dövlətinin nümayəndəsiyəm. Bu mənim üçün qürur verir. Bir yazıcı üçün istismarlı olmaq, azadlıqdan kənarda olmaq, torpaqları işğallı olmaq, bilirsiniz nə qədər əzabdır. Çox. Mən bu Əsr Qadın kitabımın epiqrafı deyirlər, başlanğıcında 2009-cu ildə bu kitabın nəşr olunub. Orada yazmışam ki, ey həmvətənim, ey həməslim, səni qarşıda böyük bir savaş gözləyir. O savaş alnımıza yazılan qanı və ləhkəni silib təmizləyəcək. Oku onu istersen. Bu hissəni... Şurada değil mi? Bax, buradan. Biraz mənim icazə versə, eynəsindən istifadə edərdim. Tabii. Bax, belə. O zaman bu 2009 Aynı gözle görüyoruz. Ey soydaşım, ey həmvətənim, nə qədər çətin də olsa etiraf etməliyik ki, biz savaşda təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirmişik. Düşmən əsriyində neçə qız gəlinlərimiz, ana babacılarımız olmazın işgəncələr çəkirlər. Onların acı fəryadları vətən oğullarını intiqama səsləyir. Bizi qarşıda ağır olduğu qədər də şərəfli bir döyüş gözləyir.
Yalnız bu döyüş alnımıza vurulan damğanı, vicdanımızın ləkəsini silib təmizləyə biləcək. Öldürsək namusumuzu, öləriksə özümüzü gələcək nəsillərin qınağından və xəcalatından xilas edə bilərik. O zaman bu 2009-cu ildə yazılıb, amma 2020-ci ildə 19 il sonra mənim bu inamım, mənim bu vətən oğullarına döyüşkənli inamım öz gerçəkləşdi. Nə yaxşı ki, o döyüş baş verdi, nə yaxşı ki, biz o torpağı qanlarımızla, şəhidlərimizin sayəsində ala bildik. Çok şükür, çok şükür. İnşallah bir daha da böyle şeyler olmaz, şehitlerimiz de olmaz. İnşallah. Ermeniler de haddini bilir, otursunlar oturdukları yerlerde. Çok daha fazla kızarlarsa ellerindekiler de gider, değil mi? Yəni ki, elə. İnşallah herkes huzur içinde yaşamayı öğrenir. Peki programımızın da sonlarına doğru geldik. Son olarak mesajınız nedir? Söylemek istedikleriniz nedir? Bir insan Mesaj olaraq, olarak. bəli, bir insan olaraq, bir yazıcı olaraq, yazıçılar humanist olurlar. Yazıçılar qadadan uzaq olurlar. Yazıçılar ağrıdan uzaq. Mən istəyərdim ki, səmamız açıq olsun. Bütün dünya. Dünya çox balacadır. Bir də üstə kainatların ən balacası yer kürəsidir. Yer küresi. Hamıya ərzaq da çatır, su da çatar. Bir hocaya sual edirlər ki, ərzaq tükənir, filan şeylər tükənir. Deyir, yox, o Rəbbim. Sənə deyir, mən sübut edim ki, heç nə tükənmir. Deyir, necə? Deyir, sən nəfəs alırsan, deyirəm. Nəfəs alanda nəfəs çatışmamazlığı olmur ki, rahat nəfəs alırsan. Düzdür. Deyir, sən də, deyir, bəli, sən milyonlarla nəfəs almağa havamız çatırsa, demək bu yer kürəsində hamıya yaşamağa imkan var. Amma ərzaq çatmışsa, o Tanrının işi deyil, bu bizim işimizdir. Xüsusən Azərbaycanlıları deyim, bu özümüzü qınayarıq. Türkiyədə belə şey yoxdur. Bizdə bir toyda, düyündə olub, orada bir nəfərin qabağında 50 adamın yeməyi var. Mənim israfçılıq deyil, sabah o düşənsə, o Allahın işi deyil. Biz bəndələrin işi, günahıdır, daha doğrusu. Ona görə istəyirəm ki, müharibə olmaz. Heç bir yerdə müharibə olmaz. Sülh olsun, yollar açıq olsun, hər yerə gelip gələ bilər. Evet, Atatürk'ün dediği gibi ne diyor? Yurtta sulh, cihada sulh. Evet. Yani hem memlekette sulh olsun, hem dünyada sulh olsun. Diyor. Evet. Teşekkür ediyoruz Mehoş Abdullah'a. Değerli izleyiciler, Karavanla Sanat'ta Azerbaycan Celalalabad'da Mehoş Abdullah'la birlikteydik. Kendisine programa katıldığı için teşekkür ediyoruz. Ve başka bir programda tekrar görüşmek üzere. Size de iyi hafta sonları diliyorum.